Bir gün kasıb bir kişi bazardan evinə qayıdırdı. Yolda qoca bir qadının yıxıldığını gördü. Heç tərəddüd etmədən ona kömək etdi, su verdi. Qoluna girib evinə qədər apardı. Qadın təşəkkür edib bir dua etdi. Allah səni ehtiyac anında tək qoymasın. Kişi bu duanın sadə bir söz olduğunu düşündü. Aradan bir neçə gün keçdi. Kişinin işi bağlandı. Bütün qazancı dayanıb, evinə çörək aparmağa belə pulu qalmadı. Çarəsiz halda evə gedərkən, həmin gün kömək etdiyi qoca qadını yenidən gördü. Qadın kişiyə bir qutu uzatdı və dedi, bu sənin yaxşılığının qarşılığıdır. Kişi qutunu açanda içində pul yox, sadəcə bir kağız olduğunu gördü. Üzərində belə yazılmışdı. Bir insanın könlünü qaldırsam, Allah da sənin yükünü qaldırar. Kişi həmin gün yeni iş tapdı və anladı ki, insanın etdiyi heç bir yaxşılıq boşa getmir. Sadəcə doğru vaxtı gözləyir.